Bismillahirrahmanirrahim. Allah egoistdirmi? Uca Allah Quranda tez-tez özündən bəhs edir. Kamil sifətlərini bəyan edir, ucalığını vurğulayır. Bunu qəbul etməyənlərə xəbərdarlıq edir. Həmçinin insana aciz, zəif və möhtac olduğunu xatırladaraq yalnız özünə ibadət edilməsini əmr edir. Ateist və deist çevrələr bunu əsas götürərək Quranda bəhs edilən Allahın haşa egoist olduğunu iddia edirlər. Bu iddia əsasən 3 məsələyə söykənir. 1. Quranın Allah mərkəzli bir üslub təqdim etməsi. 2. Allahın yalnız özünə ibadət edilməsini əmr etməsi. 3. Allahın ən çox özünün sevilməsini istəməsidir. Bu suala cavab vermək üçün əvvəlcə egoist anlayışını dəqiqləşdirmək lazımdır. Egoist, yəni xudbin, yalnız və ya hər şeydən əvvəl öz mənfəətini düşünən şəxsdir. Deməli, egoizmin əsasında mənfəət anlayışı dayanır. Bundan əlavə, egoizmdən danışmaq üçün eyni mövqedə olan 2 və ya daha çox tərəf arasında mənfəət toqquşmasının olması lazımdır. Beləliklə, Allah niyə egoistdir sualı əslində Allah yalnız öz mənfəətini düşünür və ya məxluqlar Allahla eyni müstəvidədir kimi 2 yanlış fərziyyəyə əsaslanır. Halbuki Allah hər cür ehtiyacdan uzaq olduğu kimi hər cür şəxsi mənfəət və çıxar düşüncəsindən də uzaqdır. Çünki mənfəət yalnız qazanmaq və ya itirmək ehtimalı olan varlıq haqqında işlədilə bilər. Məsələn, insanın yemək ehtiyatı saxlaması, soyuq havada qalın geyinməsi və ya müharibəyə gedərkən silah götürməsi onun mənfəəti üçündür. Lakin heç nəyə möhtac olmayan, zərərə uğramaq və ya nəyisə itirmək qorxusu daşımayan Allahın hansısa işi şəxsi mənfəəti üçün gördüyünü iddia etmək, onu insana bənzədən antropomorfist yanaşmadan başqa bir şey deyildir. Egoist olmaq, insanın özü ilə eyni vəziyyətdə olanlara qarşı öz mənafeyini üstün tutması deməkdir. Halbuki Allahın bənzəri və tayı yoxdur. Belə bir varlığın aciz və ölümlü məxluqlara qarşı egoist davrandığını iddia etmək, Allahı insanlarla eyni səviyyədə görmək deməkdir ki, bu da əsl etibarı ilə ilah dediyimiz varlığın ilah olması üçün lazım olan vəsiflərin bilinməməsindən irəli gəlir. Qısaca, egoizm tərəflər arasında qazanma və itirmə qorxusu səbəbilə yaranan bir hal ikən, yaradıcının tək olduğunu deyən, qazanma və itirmə qorxusu olanın ilah ola bilməyəcəyinə inanan müsəlmanlara qarşı bu sualı vermək məntiqsizdir. Allah qulun Rəbbidir, rəqibi yox. Allahın sadəcə özünə ibadəti əmr etməsi isə bir çox yöndən hikmətlə doludur ki, hikmətlərdən biri də budur deyə bilərik. Canlı bir bitkinin qidası su olduğu kimi, həm canı, həm iradəsi, həm də əqli olan insanın qidası da Allaha olan ibadətdir. Susuz bədəni suyun sərinlətdiyi kimi, ac olan qarnı yeməyin doyurduğu kimi, ibadət və iman da duyğuları və qəlbi doyuran bir qidadır. Vəlhamdülillahi Rabbil aləmin.